Kərəm deyər həsrət qaldım 5 günə, fələk bir ox attı ömrümün köçünə. İmam Həsən, İmam Hüseyin eşqinə, öldürürlər durnam, tökün telləri. Ağa, durna dağa atlayıb bir dənəsi görünürdü. Qarıltı ilə qayıdıb, o birisilər də o durnuya baxıb hamısı qayıtdılar. Bunlardan xeyli kənara bir çeşmə vardı, bir gövlük yer vardı. Töküldülər ora, çırpındılar, qalxdılar. Paşa nökərinə əmr elədi. Ona get gör durnalar orada tel töktü ya yox. Gəldilər, baxdılar, gördülər. O qədər qu tükü tökülüb ki, gəl ki görəsən. Qayıtdılar paşanın yanına, paşam sağ olsun. O qədər qu tükü töküb ki, əslən hesaba gəlməz. Paşa üzün dolandırıb Qara Məlikə sarı. Dedi olan dedi, dedin ki bu haqq aşığı da indi get, o qu tüklərini göt apar, yorğan döşək yap. Da nə istəyirsən? Sözün nədir? Axırıncı sözün mənədir. Dedi də burada mənim heç sözüm qalmadı. Amma paşa, bir dənə səndən xahişim var ki, sən 3 gün mənə möhlət verəsən. Mən bu 3 gündə hazırlıq görəm, siz də toy hazırlığını görün. 3 gündən sonra inşallah toyumuzu başlayaq. Hamı bir işə oldu irazı. Hamı bəli bir ağızdan sövündülər. Məxsusən Əsli ilə Kərəm sövündüyündən az qalır ki qanat açsın uçsun gövə. Amma dostlar, 3 gün möhlət alandan sonra nə inir? Qara Məlik Hərrəmzadə gəldi, Əsli xanımını da tamam çadırını, köçünü turbar elədi. Nisbi şəb geçəndən sonra çün o atlarının, qatırlarının da nalını çəkib tərsən anladı ki, bilinmiyor hayan tərəfə yol gediblər. Gecə asta qaçan namərddir. Əsli xanımın gözlərinin yaşı əbr-i bahar kimi tökülür səhvi ruxsarına. Ata, mənim gözü yaşlı məşuqəm qalır. Səndən xəyləm, sən bizi bir-birimizdən ayrı sal. 2 gövlü bir-birindən ayırmaq namərd adamların işidir. Çox namərdlikdir. Məsələn, 2 tərəfin, bir qız, bir oğlan bir-birini sevə, heç birində eybi illət olmaya, onu ata-ana bir-birindən ayrı sala, vaqəən yaxşı işləy. Bəli, bunlar geçsinlər, sabah oldu, 3 gün bunlar ərxə indilər ki, Qara Məlik hazırlıq görür. 3 gün tamam olub, paşa nökərlərindən yolladı ki, gedin, görün Qara Məlik nə yerdədir, hazırdır yoxsa yox. Gəldilər, gördülər baba, lələ köçüb yurdu qalıb virana, heç kəs yox. Gəldilər, paşaya xəbər verdilər. Amma paşa bu sözü eşidəndən narahat oldu. Kərəmə də xəbər verdilər. Kərəm bu sözü eşidib gəldi paşanın huzuruna. Paşam sağ olsun, gördün. Mən bilirəm bu Hərrəmzadə neçə dənə bu kələklərdən mənim başıma dərib. Bir indi deyil. Eybi yoxdur oğul. Hər yerdə olsa mən atlı sallamdalayacaq taparıq. Neçə dənə öz atlılarından, öz nökərlərindən əmr eləyib ki, yerdə göydə olsa Qara Məliki indirin. Gətirin. Ta mən ona bəlləndirirəm ki, gücümü, o yəni hələ oğlanların əlinə düşməyib. Ama neçə atlı düşüb. Tamam dağ, daş, biyaban, yollar, hər yeri gəzdilər. Tapılmadı ki, tapılmadı.
Axır sərəncam Paşa Kərəmi huzuruna istədi. Ay oğul, gəl, sən Ziyadxan bəylərbəyinin oğlusan. Sənin atan bəylər bəyidir. Tamamı xanların, bəylərin böyücüdür. Sən bir dənə Qara Məlikin qızı, keşişin qızından ötürü mal dərayətin əlindən gedib bədbəxt. Çöllərə düşmə. Kimin qızını istirsən mən burada, mənim hökmüm ravandır. Sənin üçün tapım alın. Özüyən cəxcəlal verin, özüyən yaxşı mal verin, özüyən gözəl yerlərdə səxduman, yer, mülk. Burada Kərəm, paşam sağ olsun. Axı mən neyniyim, mən məşuqəm, əlimdən gedib mal-ı dərayət mənə nə lazımdır, istəmirəm. İcazə versən burada, neçə kəlmə sözüm var, ərz eləyim. Əgər bir əsli ey versələr mənə, bu fani dünyada ey belə malı neylərəm? Abeleye gel bir əslini ey paşam versələr mənə, bu fani dünyada ey malı neylərəm? Ey belə bir imdadda olsa ey belə Mevlamdan olsun, Qeyrinin verdiği ay aman. Malı neylərəm, yanırsan yan ürəgim. Belə yalıbdı ey qal ürəgim. Yardır ayrılığa dözərəm, indi də döz ürəgim.